Hörmətli tamaşaçılar, gününüz aydın. Xoş gəlmişsiniz İqtisadi Foruma. Bugünkü söhbətimiz yenidən bələdiyyələr ətrafında olacaq. Amma söhbətə keçməzdən öncə mən istərdim həmişə kimi qonaqlarımızı sizə təqdim edim. Məndən solda Lyudmila xanım Xəlilova əyləşib. Lyudmila xanım qadınlar bələdiyyələrin inkişafı uğrunda İctimai Birliyin rəhbəridir. Lyudmila xanımın solunda Abil müəllim Bayramov əyləşib. Abil müəllim mülki cəmiyyətə doğru İctimai Birliyin rəhbəridir. Və məndən sağda millət vəkilimiz Tahir müəllim Rzayev əyləşib. Tahir müəllim dəfələrlə bələdiyyələrlə əlaqədar söhbətlərə qatılıb. Düşünürəm ki, bugünkü söhbətimiz də bələdiyyələrlə əlaqəli söhbətimiz sizin üçün maraqlı olacaq. Çünki dəfələrlə burada dediyimiz kimi hər birimiz hansısa bələdiyyənin ərazisində yaşayırıq və həmin bələdiyyənin inkişafı, güclənməsində maraqlıyıq. Bələdiyyələrin fəaliyyətinin səmərəliliyini necə qiymətləndirmək olar? Yəni ki, biz hamımız bəlkə də bu barədə düşünmədən, amma bu qiymətləndirməni aparırıq. Yəni seçkilərdə iştirak etməklə və ya iştirak etməməklə, bu da elə qiymətləndirmə deməkdir. Biz bu qiymətləndirməni aparırıq. Və ümumiyyətlə, bu səmərəllilik dedikdə nəyi başa düşmək lazımdır? Səmərəlliyin qiymətləndirilməsi hansı, deyək ki, indikatorlara, göstəricilərə əsaslanmalıdır? Mən istərdim ümumiyyətlə ilk sözü Tahir müəllimə verim və bələdiyyələrin inkişafı ilə əlaqəli, onların fəaliyyəti ilə əlaqəli. Buyurun. Bələdiyyələrin fəaliyyətinin səmərəli təşkil etməsi üçün vasitələr çoxdur. Bunlardan ilk vasitə əlbəttə ki, bələdiyyələrin hüquqi bazasının, qanunvericilik bazasının yaradılması çox əsaslıdır. Çünki əsaslı hüquqi baza olmadan elə bilərəm ki, bələdiyyələr öz fəaliyyətlərini istiqamətləndirə bilməzlər. Bələdiyyələr öz işlərini təşkil edə bilməzlər və onlar hər hansı bir nəticəyə nail ola bilməzlər. Ona görə də birinci hüquqi baza lazımdır. Bu hüquqi baza Respublikada var. Düzdür, son dövrlərdə müəyyən hüquqi aktlara, qanunvericilik aktlarına əlavələr, düzəlişlər edilir ki, bu da təbiidir. Bu bilavasitə bələdiyyələrin inkişafı ilə əlaqəlidir. Sonra bələdiyyə institutunda baş verən yeniliklərlə əlaqədardır. Digər tərəfdən də ölkədə gedən sosial-iqtisadi inkişafla əlaqədardır ki, bu prosesdə bələdiyyələr də yaxından iştirak etdiklərinə görə müəyyən qanunvericilik aktlarının qəbul olunması, həm də qanunvericiliyə müəyyən əlavə dəyişikliklərin edilməsi bir zərurəti olur. Və son dəyişiklik keçən ilin sonlarında olub, səhv etmirəm. Əlbəttə ki, müntəzəm olur. Müntəzəm bu bələdiyyələrin qanunvericilik aktlarına əlavələr, dəyişikliklər olur. Bunlar bilavasitə beynəlxalq aləmdə baş verən istər hadisələrlə əlaqədardır ki, bələdiyyələr bir çox beynəlxalq təşkilatlarla öz münasibətlərini qurmaq istəyirlər. Yerlərdə baş verən sosial-iqtisadi dəyişikliklərlə əlaqədardır. Elə keçən səfər siz yəqin ki, bizim bu verilişin də bir mövzusundan biri oldu ki, bələdiyyələrin beynəlxalq əməkdaşlığı haqqında bir söhbət elədik ki, bələdiyyələr müəyyən qaydada beynəlxalq əlaqələr qura bilərlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq eləyə bilərlər. Sözsüz bu inkişafdan xəbər verir. Digər tərəfdən bələdiyyələrin fəaliyyətini səmərəli təşkil etməyin əsasından biri bələdiyyələrin özlərindən asılıdır bu ki, bələdiyyə aparatı, bələdiyyə üzvləri öz işlərini normal qurmalıdırlar. Bunlar qanunvericiliyə əməl eləməlidirlər. İstər dünyada baş verən prosesləri, bələdiyyə institutuna bağlı olan, istər ölkədə baş verən prosesləri vaxtında qiymətləndirməlidirlər və bu prosesdə yaxında iştirak eləməlidirlər. Digər tərəfdən, əlbəttə ki, bu vasitələrdən ən vacibi biridir ki, əgər bələdiyyə öz fəaliyyətini səmərəli təşkil eləmək istəyirsə, mütləq vətəndaşlarla bunun təması yaxın olmalıdır. Vətəndaşların təşəbbüsü buradan yaxından olmalıdır ki, vətəndaşlarla bu əlaqələri qura bilsin. İstər bələdiyyə institutunun təkmilləşməsində vətəndaşların rolu təmin olunsun. Digər tərəfdən bələdiyyələrin özünün təkmilləşməsi üçün burada vətəndaşların təsiri mövcud olsun. Bunlar çox vacib şərtlərdir. Abil müəllim, mən bildiyimə görə sizin təşkilat bu sahədə
səhv etmirəmsə Avrasiya İnkişaf Fondunun dəstəyi ilə müəyyən bir o qiymətləndirmə sisteminə dair təkliflər hazırlayıb. Bu qiymətləndirmə sistemi nədən ibarətdir? Buyurun o barədə. Ümumiyyətlə, həm bizim təşkilat, həm bizim təşkilatın daxil olduğu alyans və eləcə də digər təşkilatlar müntəzəm olaraq ölkədə yerli özünü idarənin mövcud vəziyyətinin qiymətləndirməsini aparırlar. Amma Avrasiya Əməkdaşlıq Fondunun bələdiyyə xidmətində şəffaflıq proqramı çərçivəsində bələdiyyələrin fəaliyyətinin səmərəliliyini qiymətləndirməyə imkan verən kompleks göstəricilər sistemi işlənib hazırlanıb. Niyə bu zərurət ortaya çıxdı? Niyə belə bir sistemin işlənib hazırlanmasına ehtiyac yarandı? Ümumiyyətlə, Azərbaycanda yerli özünü idarənin mövcud vəziyyətinə, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinə münasibətdə müxtəlif yanaşmalar var. Məsələn, bir qism qeyd edir ki, situasiya çox yaxşıdır, bələdiyyələrin kifayət qədər səlahiyyətləri var, maliyyə mənbələri var, bu sahədə hər hansı bir problem yoxdur. Digər bir qism qeyd edir ki, yox, həm qanunvericilikdə ciddi problemlər var, həm bələdiyyələrin səlahiyyət və maliyyə məsələləri ilə bağlı problemlər var və bütövlükdə bələdiyyələrin fəaliyyətində səmərəsizlik müşahidə olunur və s. Yəni, digər yanaşmalar da var. Bu, belə fərqli yanaşmaları aradan qaldırmaq üçün, obyektiv bir qiymətləndirmə aparmaq üçün bu cür kompleks göstəricilər sistemi işlənib hazırlanıb. İndi, məsələn, ötən ilin statistikasına diqqət yetirsək, 2011-ci ilin statistikasına bir müsbət meyl müşahidə olunur. Yəni, statistik məlumata görə, 2011-ci ilin statistik göstəricilərinə görə, 2011-ci ildə bütün ölkə üzrə Azərbaycan bələdiyyələrinin ümumi gəlirləri 34 milyon manatdan bir qədər artıq olub. Təxminən 34,1 milyon manat olub. 2010-cu ildə bu göstərici 28,9 milyon manat idi. Təxminən 29 milyon manat. İndi ümumi statistik göstəriciyə baxanda biz deyə bilərik ki, bəli, inkişaf var, bələdiyyələrin büdcə gəlirləri artıb, eləcə də buna müvafiq olaraq xərclər də artılıb. Yəni, vətəndaşlara göstərilən ictimai xidmətlərin çeşidi də çoxalıb. Amma bu göstərici hələ bizə belə nəticə çıxarmağa əsas vermir ki, bələdiyyələrin fəaliyyəti səmərəli olub. Ona görə də bələdiyyələrin fəaliyyətinin ən müxtəlif istiqamətlərini qiymətləndirməyə imkan verən elə bir indikator sisteminə ehtiyac var ki, onu artıq tətbiq edəndə o nəticə şübhə doğurmasın. Ayrı-ayrı strukturlar, ayrı-ayrı institutlar tərəfindən. Və bu baxımdan belə bir göstəricilər sistemi işlənib hazırlanıb. Təbii ki, biz bir neçə ekspert, yəni o proqramın çərçivəsində, Avrasiya Əməkdaşlıq Fondunun bələdiyyə xidmətində şəffaflıq proqramı çərçivəsində o prosesdə iştirak eləmişik və biz çalışmışıq ki, elə bir sistem işlənib hazırlansın ki, o bələdiyyələrin fəaliyyətinin ən müxtəlif istiqamətlərini əhatə edə bilsin. Məsələn, hansı indikatorlardır bunlar? Məsələn, burada ümumiyyətlə bir neçə blok var. Bələdiyyələrin təşkilatı institusional fəaliyyəti ilə bağlı ayrıca bir blok var. İqtisadi blok var. Yəni, iqtisadi blokun özünün də ayrıca yarım blokları var. İqtisadi inkişafdır, bələdiyyə əmlakıdır, bələdiyyə maliyyəsidir, sosial blok və ekoloji blok. Yəni, elə istiqamətlər seçilib ki, bunlar bilavasitə bələdiyyələrin fəaliyyəti ilə, belə deyək ki, bilavasitə əhatə olunan sahələrdir və biz çalışmışıq ki, hər hansı bir fəaliyyət sferası diqqətdən kənarda qalmasın. Amma biz eyni zamanda reallığı da nəzərə almağa çalışmışıq. Yəni, qanunvericiliyin bələdiyyələrə verdiyi imkanlar, eləcə də praktiki təcrübədə qanunvericiliyin verdiyi imkanlardan bələdiyyələrin istifadə bacarıqları və s. Yəni, sizin təklif etdiyiniz göstəricilər, indikatorlar sistemi imkan verəcək ki, ümumiyyətlə ölkəmizdə bələdiyyə institutunun inkişaf, deyək ki, səviyyəsini qiymətləndirmək və konkret olaraq hansısa bələdiyyənin fəaliyyətində qiymətləndirmək olacaqdır bu indikatorlar vasitəsilə? Şübhəsiz, yəni mən qeyd edeyim ki, nədə istifadə oluna bilər bu qiymətləndirmə sistemi? Birincisi, əlbəttə, ölkədə yerli özünü idarənin mövcud vəziyyətini qiymətləndirmək üçün ümumi tendensiyalar nədən ibarətdir? Hansı problemlər var, hansı müsbət meyillər var və s. bunu müəyyənləşdirmək üçün. İkincisi, bu bələdiyyələrin özləri üçün faydalıdır. Yəni, bələdiyyələr özləri öz fəaliyyətlərinin illər üzrə müqayisəsini apara bilərlər. Hətta ilin göstəricilərini... Yəqin tək bələdiyyələr yox, seçicilərdir, elədir mi? Bəli, mən də istifadəçilər barədə qeyd edirəm ki, yəni, eyni zamanda seçicilər də, yəni, istədikləri vaxtı həmin sistemdən istifadə edərək konkret olaraq yerli özünü idarə qurumunun fəaliyyətinin səmərəliliyini qiymətləndirə bilər. Bundan əlavə, ayrı-ayrı
eyni ölçülü və eyni statuslu bələdiyyələr fəaliyyətləri müqayisə edə bilərlər. Məsələn, tutaq ki, İki kənd bələdiyyəsi təxmini əhali baxımından belə deyək, əhalisinin sayı eyni olan bələdiyyələr müqayisə apara bilərlər. Bu imkan verə bilər ki, bələdiyyələr eyni zamanda digər belə deyək, eyni statuslu bələdiyyələrin fəaliyyətini, öz fəaliyyətlərini müqayisə eləsinlər. Bundan əlavə tədqiqat institutları bundan istifadə edə bilərlər. Bu sistemi tətbiq eləməklə ümumiyyətlə burada çox belə deyək, faydalı ola biləcək bazanı özləri üçün əldə edə bilərlər, tədqiqat bazasını əldə edə bilərlər. Və təbii ki, bu sistem həm ayrı-ayrı bələdiyyələrin timsalında tətbiq oluna bilər, eyni zamanda bütün ölkə miqyasında. Təbii ki, bizim istəyimiz ondan ibarətdir ki, bu sistem bütün ölkə miqyasında tətbiq olunsun. Düzdür, pilot olaraq biz onu tətbiq edirik. Artıq bir neçə ildir ki, Avrasiya Əməkdaşlıq Fondunun proqramı çərçivəsində fondun əməkdaşlıq elədiyi bələdiyyələrin timsalında bu tətbiq olunur və çox faydalı, belə deyək, nəticələr də ortaya, maraqlı nəticələr də ortaya çıxır. Amma təbii ki, bunun bütün ölkə miqyasında tətbiqini həyata keçirmək üçün elə bir, belə deyək, qurumların bu prosesə qoşulmasına ehtiyac var ki, həmin sistem bütün ölkə miqyasında tətbiq eləsin. Məsələn, bunu kim tətbiq edə bilər? Bunu çox yaxşı bələdiyyə assosiasiyaları tətbiq edə bilər bütün ölkə miqyasında. Çünki bu sistemin tətbiqi bələdiyyə assosiasiyalarının özü üçün də zəruridir. Çünki bələdiyyə assosiasiyalarının yaradılmasında da əsas məqsəd ondan ibarətdir ki, onlar bu sahədə... Amma istəyirəm, siz çox düzgün qeyd etdiniz. Yəni, Bələdiyyələr Assosiasiyasının bu sahədə rolu kifayət doğrudan da böyük ola bilər. Amma nəsə onların səsi eşidilmir sanki. Mən istərdim, Tahir müəllim, nə düşünürsünüz? Assosiasiyanın rolu ümumiyyətlə artmalıdırmı? Yoxsa bəlkə qanunvericilikdə nələrsə hələ ki, necə deyim, nəzərdə tutulmayıb qanunvericilik aktlarında ki, o qədər də fəal görünmürlər. Bilirsiniz, qanunvericilik aktlarında bələdiyyə birlikləri, assosiasiyaları haqqında mühüm maddələr öz əksini tapıb, ilk qanunlar hazırlananda bələdiyyələrin statusu haqqında qanundur, digər bir çox qanunlarda bu var ki, bələdiyyələr özlərinin assosiasiyaların, birliklərini yarada bilərlər və bununla bələdiyyələrin fəaliyyətini səmərəli qura bilərlər. Əlbəttə ki, elə bələdiyyə assosiasiyalarının yaranması da bu zərurətdən irəli gəldi. Çünki bu həm Avropa xartiyasında öz əksini tapıb, həmin bələdiyyələrin özləri üçün vacibdir. Çünki mütləq bələdiyyələri əlaqələndirən, onların işinə bir istiqamət verən, onlara bir metodiki köməklik göstərən bir orqan lazımdır, bir assosiasiya lazımdır. Bələdiyyə assosiasiyalarda bu qəbildən Azərbaycanda yarandı. Düzdür, əvvəllər bunu vahid bir bələdiyyə assosiasiyası kimi götürmək istəyirdilər. Bir çox inkişaf eləmiş Avropa ölkələrində olduğu kimi ki, Azərbaycanda da vahid bir assosiasiya kifayət eləyə bilər. Ancaq çox yaxşı oldu ki, sonradan biz real şəraiti, Azərbaycan reallıqları nəzərə alındı və 3 tip bələdiyyə assosiasiyası yaradıldı. Şəhər, qəsəbə, kənd. Bu reallığa daha uyğundur. Çünki bugün Azərbaycanda şəhərlə kənd arasında müəyyən fərqlər var. İstər əhalinin dünya görüşündə, istər mədəni səviyyədə, istərsə də iqtisadi, sosial sahədə. Şəhərdə daha çox sənaye tiplidir, kənd təsərrüfatı, ərzaq baxımından aqrar bir sahədir. Qəsəbə tamam başqa tipdədir. Ona görə də bu bələdiyyələrin bu formada yaradılması reallığa uyğunludur və öz nəticələrini də bu verir. Mən düzün deyirəm ki, bu birinci assosiasiyaların özünün yaradılması könüllülük əsasındadır. Bu könüllü bir birlikdir. Burada inzibatçılıq yoxdur. Yəni bu günləri könüllü bir əsasda bu yaranıb. Bələdiyyələrin hamısı assosiasiya üzvüdürmü yoxsa? Əlbəttə o iki assosiasiya. 3 assosiasiyada. 3 assosiasiya. Bələdiyyədə kənd bələdiyyələri, şəhər, qəsəbə bələdiyyələri bunların ətrafında. Bu könüllü prinsiplərdir. Səhər istənilən bələdiyyə həmən assosiasiya üzv olmaya bilər. Yəni çıxa bilər. Bəli, çıxa bilər. Və bir neçə bələdiyyə təzədən yeni bir assosiasiya yarada bilər. Bəli, əgər doğrudan buna imkan, şərait, reallıq varsa yarada bilərlər, birlik yarada bilərlər, assosiasiya yarada bilərlər. Ancaq bugün bu assosiasiyalar yarandan bəri az iş görməyib, düzün deyim. Çox sağ olun Tahir müəllim. Hörmətli tamaşaçılar, bizdən ayrılmayın, söhbətimiz davam edəcək.
hörmətli tamaşaçılar, müzakirəmiz davam edir. Tahir müəllim, bir balaca da kiçik bir sual vermək istərdim. Bu qiymətləndirmə sistemi, Abil müəllim dediyi, o siz necə bilirsiniz? Ümumiyyətlə, yəni biz hələ ki baxmırıq, o indikatorları necə deyim, nəzərdən keçirmədən, ümumiyyətlə belə bir sistemə ehtiyac varmı? Əslində mən bunu Bəli. təqdir eləyirəm. Bəli. Çünki hər bir fəaliyyət qiymətləndirilməlidir. Bütün insanların fəaliyyəti bəzən qiymətləndiriləndə onlar özlərində bir məsuliyyət hiss eləyirlər. Və çalışırlar daha onlar yaxşı. mükafatlandırılanda daha yaxşı işləyirlər. Onların qiymətləndirilib nöqsanları deyəndə özündə məsuliyyət hiss eləyir, işin yenidən qurur. Bu qiymətləndirmə bizim cəmiyyət üçün çox vacib. Çox sağ olun. Yaxşı, pis mütləq qiymətləndirilməlidir. Yala Abil mənim çox düzgün dedi. Mən də onun o fikrinin tərəfdarıyam ki, bugün bələdiyyələrin fəaliyyətinə fərqli yanaşmalar var Azərbaycanda. Mən istəyərdim ki, bu qiymət verilərkən bunu mütəxəssislər versin. Yəni obyektiv bir göstəricilərə əsaslanır. Yoxsa birdən elə olur ki, Azərbaycan bələdiyyələri tam imkarı olunur. Deyirlər ki, Azərbaycanda bələdiyyə institutu yoxdur. Azərbaycanda bu sadə heç bir iş görülmür. Ancaq müəyyən qiymətləndirilmə ortaya çıxanda, müəyyən faktlar ortaya çıxanda, müəyyən qanunvericilik aktları ortaya qoyanda və onlar o xarici ekspertlərə göstəriləndə, görülən işlərə bir baxış keçiriləndə deyirlər, yox, xeyli işlər görülüb. Deyirlər, bələdiyyə institutu məsul fəaliyyəti ilə əlaqədar maarifləndirmə geniş işlandırmır. Amma elə sizin təşəbbüsünüzlə, sizin iştirakınızla hər həftədə bir dəfə bələdiyyələr haqqında geniş bir veriliş gedir. Özdə çox yaxşı bir verilişdir. Digər mətbuat orqanlarında, radio, televiziyalarda bu haqqında bu mütəxəssislər bunu deməlidirlər. O baxımdan mən istəyərdim ki, bu institutla məşğul olan adamlar bu qiymətləndirməli versinlər. Obyektiv olsun. Obyektiv olmaqdan ötəmi bu əhalidə bələdiyyələr haqqında bir fikir oyadar. Həm də müəyyən çatışmamazlıqlar var ki, həmən o mütəxəssislərin fikrinə əsaslanaraq onlar adını qaldırıla bilər. Çox sağ olun, Tahir müəllim. Lyudmila xanım, siz nə düşünürsünüz? Bax, belə qiymətləndirmə sistemi bələdiyyələri qorxuzmaz ki, yoxsa ki, əksinə həvəsləndirər, onları daha yaxşı, daha səmərəli fəaliyyət göstərməyə yönəldər, təşviq edər. Necə düşünürsünüz? Düşünürəm ki, bu qiymətləndirmə, yəni bələdiyyələrin fəaliyyəti ilə bağlı... Mən verdim sizə, çünki tamaşaçılarımız yəqin xatırlayır ki, Lyudmila xanım özü də bələdiyyənin üzvüdür, hüquqşünasdır, hüquq şöbəsinin rəhbəridir, müəyyən bir bələdiyyədə... Komissiyanın rəhbəridir. Buyurun, Lyudmila xanım. Doğrudan da bu qiymətləndirmə çox vacib bir məsələdir. Çünki qiymətdən də əlavə bu bir qədər institutu, idarəni stimulaşdıran bir amildir ki, bugün bu qiymətləndirmə indikatorları ki, yaradılır, hazırlanır və mən bir şey də deyim ki, dünya praktikasında bu çox deməli tətbiq olunan bir vasitədir. Sadəcə olaraq, yəni bizim qanunvericiliyə, bizim reallıqlara, Tahir müəllim də burada bayaq vurğuladı. Yəni tam bizə uyğun həmən o qanunvericilikdə bələdiyyələrin fəaliyyətini nəzərə almaqla, tam bütövlükdə nəzərə almaqla bu cürə indikatorlar yaradılırsa, onların tətbiqi çox müsbət bir haldır. Bu, nəinki bələdiyyələrin fəaliyyətini qiymətləndirəcək, bu eyni zamanda onları həmən o fəaliyyətdə mövcud olan problemlərini aşkar eləməyə imkan yaradacaq və beləliklə bütün fəaliyyətini səmərəli şəkildə icra eləməyə bir qədər köməklik, töhfə kimi bir şey olacaq. Bu baxımdan çox vacib bu indikatorlar. Amma mən istəyərdim ki, məsələyə başqa bir yanaşma ilə biz yanaşaq. Hal-hazırdakı vəziyyətdə təəssüflər olsun ki, bizim bələdiyyələr bir o qədər baxmayaraq ki, qanunvericilikdə kifayət qədər səlahiyyətlər var, kifayət qədər mövzular var ki, onlara dair bələdiyyələr öz işini qurmalıdırlar, o qəbul etdiyi proqramlara salmalıdırlar o mövzuları. Burada sosial məsələlərdən söhbət gedir. İndi xatırlayırsınızsa, son bu yaxın zamanda sosial sifarişlər haqqında qanunda qəbul olunubdur və o qanunda bələdiyyələrə xüsusi bir yer verilibdir. Əgər indiyə qədər bələdiyyələr özləri
əhalinin sifarişlərini icra edirdilər. Artıq bunlara səlahiyyət verilibdir ki, onlar sifarişçi kimi də deməli sifarişçi qismində də iştirak eləsinlər və beləliklə həm vətəndaş cəmiyyəti ilə, həm qeyri-hökumət təşkilatları ilə, həm sahibkarlıq sektorları ilə deməli işbirliyi qursunlar və əhalini narahat eləyən sosial məsələləri həll etməkdə deməli birbaşa iştirak etsinlər. Bundan əlavə mən deyərdim ki, bələdiyyələr bir qədər məsələn insan hüquqlarının qorunması ilə mediasiya rolunu oynaya bilərlər. Bələdiyyələr bugünkü gündə deməli ictimai vəkilliyi həyata keçirdə bilərlər. Amma çox təəssüflər olsun ki, bu məsələlərə lazımlı diqqət yetirilmir və qəbul olunan proqramlara bu kimi məsələlər heç də salınmır. Hətta burada lobbiçilikdə haqqında demək olar. Bu prinsip, bu metod bütün dünyada təbliğ olunan bir metoddur ki, çox yaxşı nəticə verə bilir istənilən bir işdə və Tahir müəllim vurğuladığı kimi, yəni əhali ilə sıx təmasda olmaq üçün bir vasitə kimi istifadə oluna bilər. Çünki bələdiyyənin əsas vəzifəsi, funksiyası ondan ibarətdir ki, o daimi əhali ilə təmasda olsun və o mövcud problemləri aradan qaldırmaq üçün bütün o məsələlərə birbaşa özü diqqət yetirsin, onları araşdırsın və həlli yollarını tapsın. Bu indikatorlar içərisində deyək ki, belə bir göstərici vacibdirmi qadınların iştirakı bələdiyyələrdə, yoxsa yox? Bu göstərici necədir vəziyyət? Bu göstərici məncə çox vacibdir. Ümumiyyətlə bələdiyyənin qurduğu işində, onun institusional bir qurum kimi, ondan sonra onun qəbul etdiyi qərarlarda, onun qəbul etdiyi proqramlarda qadın iştirakçılığı mütləq vacib bir amildir ki, bu həm bizim konstitusiya ilə və digər qanunvericiliklərlə tənzimlənir və eyni zamanda yeni ideyaların, yeni metodların ortaya çıxarılması üçün bir zəmin yaradır. Qadın heç cürə kənarda qala bilməz və üstəlik də ki, əgər biz yenə xatırlatsaq ki... Çox yumuşaq danışdınız. Mən şəxsən deyərdim ki, qadınlar bələdiyyələrdə əksəriyyət təşkil etməlidir. Nəyə görə? Çünki qadınlar ailələrin, necə deyim, o bazı əsasıdır hər bir ailənin və qadınlar məişət problemlərinə, yerli problemlərə daha yaxındılar, onları daha yaxşı hiss edirlər. Bəlkə bax, buna əsaslanaraq biz də müəyyən bir prinsip, necə deyim, rəhbər tutmalıyıq ki, qadınlar əksəriyyət təşkil etməlidir. Siz nəsə bu sözləri işlətmirsiniz. Siz tamamilə doğru vurğuluyorsunuz, amma bugünkü gündə çox üzr istəyirəm Tahir müəllim. Bugünkü gündə mən düşünürəm ki, kifayət qədər qadın təmsil olunur. Ölkədə deməli 1719 bələdiyyə hal-hazırda mövcuddur. Son deməli keçən il yenə bir bələdiyyə yaradıldı və onların ümumi sayı hal-hazırda 1719 bələdiyyədir və bu sayda 4243 nəfər qadın təmsil olunur və onlardan da 326,5%-dir. Əgər biz müqayisə eləsək 4%-dən 26,5%-ə gəlib çatmaq bu böyük bir uğurdur, böyük bir nailiyyətdir. Və bunlardan da 301 nəfər bələdiyyə sədridir, yəni birbaşa artıq belə deyək də qərar verici bir səlahiyyətdə olan insanlardır. Amma mən bir şey deyim sizə, baxmayaraq ki, biz bugünkü gündə bu cəmiyyəti əldə eləmişik, təəssüflər olsun ki, keyfiyyətdə biz hələ o bizə lazımlı olan nəticələri əldə eləyə bilməmişik. Keçən ilin sonunda bələdiyyə qanunvericiliyinə bir xeyli əlavə və dəyişikliklər edilmişdi və yəni bununla bağlı deyim sizə ki, müəyyən narazılıqlar və müəyyən problemlər ortaya çıxdı. Yeni dəyişikliklərlə əlaqədar? Bəli, orada deməli məsələ nə idi? Məsələ ondan ibarət idi ki, bələrin sayından asılı olaraq, yəni məclisdə sayından asılı olaraq daimi əsasla işləyənləri ixtisara saldılar ki, yəni bələdiyyə üzvü əslində bu kollegial bir qurumdur, idarəçiliyi icra etməlidir və orada yəni onların daimi əsaslı işləməyin müəyyən faizi, müəyyən tərkibi olmalıdır. Yəni hamı
bütün bələdiyyə üzvləri, tutalım hansı bələdiyyədə 17 nəfər varsa, onların hamısı öz işlərini atıb gəlib bələdiyyədə daima əsasla işləyə bilməzlər. Bu belə deyək də bir qədər məntiqsiz bir şeydir. Amma biz nəyi müşahidə etdik və bizim mənə bir təşkilat rəhbəri olaraq bir çox xanımlar müraciət elədilər və belə bir iradlar bildirdilər ki, bəs biz indi hal-hazırda elə bir situasiya ilə üzləşdik ki, bəs bu hörmətli kişilər elə məhz bizi ixtisara saldılar. Deməli, belə bir problem yarandı. Düzdür, mən onlarla bir həmkar olaraq, bir birliyin rəhbəri olaraq və eyni zamanda hüquqşünas olaraq onlara açıqlama verdim və bildirdim ki, bu Milli Məclisdən qəbul olunmuş bir qərardır, dəyişiklikdir. Lakin siz deməli indiyə qədər özünüzü lazımlı bir kadr kimi, bir potensial kimi sübut etməmisiniz, lazımlı necə deyərlər, o təşəbbüskarlığı nümayiş etdirməmisiniz və ona görə də sizi kişilər bir qədər sıxışdırıblar. Növbəti hələ qarşıda duran bir neçə ildə siz daha fəal olmalısınız, daha aktiv olmalısınız, qərar qəbul etmə prosesində aktiv iştirak etməlisiniz və beləliklə ola bilsin ki, siz yenidən həmən yerləri əldə eləyə bilərsiniz. Bu da çox maraqlı mövzudur, qadınların. Və mən düşünürəm ki, bax, həmən o yaradılan indikatorlarda orada mütləq bu kimi məsələlər qeyd olunmalıdır, öz əksini tapmalıdır. Bundan da başqa, bələdiyyələrin ərazisində siz bilirsiniz ki, bu həm də yenə qanunvericilikdə öz əksini tapır, bələdiyyələrin ərazisində kifayət qədər icmalar var, məhəllə komitələri var və burada da qadınlar təmsil olunurlar və yaxşı olardı ki, bələdiyyələrin deməli o indikatorların çərçivəsində tutalım belə bir suallar qoyulsun ki, sizin ərazinizdə nə qədər əlil qadınlar var və yaxud nə qədər əlil uşaqlar var və yaxud, yəni bələdiyyə əgər öz ərazisində mövcud deməli yaşayan, mövcud olan strukturlara, orada yaşayan insanlara xidmət edirsə, o bütün bu məsələləri bilməlidir, onun diqqətində olmalıdır, onun pasportunda bu öz əksini tapmalıdır və sonradan həmən indikatoru istifadə edərkən, yəni müəyyən edə bilirik ki, burada hansı işlər görülübdür bu istiqamətdə, düzgünmü görülübdür, nə dərəcədə keyfiyyətli görülübdür və s. Çox sağ olun Lyudmila xanım. Mən istəyərdim, hörmətli Tahir müəllim, hörmətli Lyudmila xanım, gəlin bu indikatorlar sisteminin müəlliflərinə də imkan verək və xahiş edək ki, Abil müəllim, qısa da olsa, hansı indikatorlar, siz bir neçə blokun adını çəkdiniz. Konkret olaraq bir neçə indikatorun, hər blok üzrə adlarını çəkin və mən xahiş edəcəm Tahir müəllim də, Lyudmila xanım da rəylərini bildirsinlər. Çox ümumiyyətlə maraqlı məsələyə toxunuldu. Bu ümumiyyətlə genderlə bağlı indikatorların bu sistemə daxil edilməsinə. Əvvəllər bizim indikatorlar sistemində 107 indikator var idi. Biz onun ilkin olaraq müzakirəsini aparanda təbii ki, bu indikatorlar sisteminin faydalı olduğunu hamı bir mənalı vurğuladı. Amma qeyd olundu ki, bu kifayət qədər mürəkkəb sistemdir. Onun tətbiqi çətinliklər yarada bilər və s. Bu faktoru nəzərə alıb ötən il biz o indikatorları xeyli ixtisar elədik və 46-ya indirdik. Eyni zamanda biz yəni qadınlarla bağlı gender indikatorlarını ora əlavə elədik. Əvvəl də var idi, sonradan da bir çox indikatorlara əlavə elədik. Məsələn, bələdiyyə strukturlarında belə deyək, qadınların təmsilçiliyi ilə bağlı indikator var bizdə. Ümumiyyətlə bizdə vətəndaşların müraciətlərinə bələdiyyənin həssaslıq səviyyəsini müəyyənləşdirən indikator var. Biz əlavə olaraq ora qadınların müraciətlərinə həssaslıq səviyyəsini ölçən indikator daxil elədik. Ümumiyyətlə, yəni ən müxtəlif genderlə bağlı indikatorlar daxil olunub. O ki qaldı, sizin dediyiniz qadınlarla bağlı ümumi statistik məlumatları, əlillərin sayına qədər, əlil qadınların sayına qədərdir, işləyən qadınların, işsizlərin və s. Bütün o informasiyalar bizim indikatorlar üzrə ümumi məlumatlar blokunda var. Yəni biz çalışmışıq ki, hər hansı bir, belə deyək, aspekt nəzərdən qaçırılmasın. O ki qaldı digər bloklar üzrə. Təbii ki, mən bir çox indikatorları deyə bilərəm. Tutaq ki, məsələn, bizdə belə bir indikatorlar var. Bir neçəsinin vaciblərini deyin ki, müzakirə edək. Büdcə gəlirləri üzrə proqnozların icra səviyyəsi.
Yəni bunu göstərən indikatorumuz. Bu nəyi göstərir? Bu onu göstərir ki, bələdiyyə il ərzində büdcə inzibatlılığını nə dərəcədə yaxşı təşkil edib. Çünki bizdə digər indikator digər indikator, məsələn, bələdiyənin əhaliyə göstərdiyi sosial xidmətlərin çeşidi. Yəni bu göstərir ki, bələdiyyə hansı istiqamətlərdə sosial xidmətlər göstərə bilir. Yəni sizin bax bu indikator daxilində deyək ki, özünüz o çeşidi, təsnifatı müəyyənləşdirmisinizmi ki, qiymətləndirmə asan olsun? Hə, yox sualları ilə aparılsın. Yəni orada xüsusi bir tədqiqat işi olmasın. Orada tək belə deyək, hə, yox cavabları deyil. Bəli. Burada indikatorun hesablanması da aparılır bəzən mürəkkəb indikatorlarda. Məsələn, belə deyək, bir dənə indikator deyim sizə. Deməli, vergidən daxil olmaların, ümumi büdcə daxil olmalarında payı. Təbii ki, burada faiz hesablamasına ehtiyac var. Yəni, bu tipli indikatorlar da var bizdə və biz çalışmışıq ki, yəni həm indikatorlar real olsunlar, yəni ölçülə bilən indikatorlar olsunlar. Yəni, burada çox şey daxil eləmək olar, yəni çox sahələri əhatə edən, amma biz çalışmışıq ki, həmin indikatorlar tətbiq oluna bilən indikatorlar olsun. Eləcə də ekologiya bloku ilə bağlı, düzdür, orada bir qədər məsələ ağrılıdır. Çünki biz pilot olaraq ayrı-ayrı bələdiyyələrin timsalında bu sistemi tətbiq edəndə ayrı-ayrı indikatorlar üzrə ümumi məlumatları toplayırdıq və ən az toplaya bildiyimiz məlumatlar ekologiya bloku üzrədir. Çünki orada yalnız yeganə toplaya bildiyimiz, belə deyək, bir indikator var idi ki, il ərzində bələdiyyənin ekoloji məqsədlərə sərf elədiyi vəsaitlərin həcmi. Ki, bu bir çoxlarında müəyyən məbləğ var, bir çoxlarında ümumiyyətlə yəni bu istiqamətlər hansı vəsait xərclənmir. Amma digər bloklar üzrə biz təbii ki, kifayət qədər informasiya toplayıb bütövlükdə məlumat bazası yarada bilirik. Amma burada bir problem də çıxdı ortaya. Biz bu sistemi tətbiq edəndə bələdiyyə statistikasının aparılmasındakı problemlərdir. Çünki bələdiyyə statistikası formalaşmayıb. Hətta biz Dövlət Statistika Komitəsinin də belə deyək, saytına müraciət elədik. Ümumiyyətlə, onun hazırladığı statistik hesabatların çeşidinə də baxdıq. Gördük ki, burada da bələdiyyə statistikasının formalaşdırılması ilə bağlı ümumiyyətlə problem var. Statistika Komitəsinin o nəticəvi deyək ki, cədvəlləridir, qrafiklərdir və s. Bunlar kifayət etmir deyirsiniz. Bəs bələdiyyələrdən Statistika Komitəsi tərəfindən tələb olunan o hesabat formalarında bəlkə də sizi maraqlandıran bütün məlumatlar var və necəsə o yolla o məlumatları əldə etmək olar. Orada çox məhdud, belə deyək, informasiyalar var. Çox məhduddur və əlbəttə bu bir sistemin yaradılmasını tələb edir. Yəni, bələdiyyə statistikasını formalaşdırmaq istəyirsə, o ciddi araşdırılmalıdır. Bunun üzərində işlənilməlidir. Hansı vacib informasiyalar var ki, onlar faydalı olsunlar. Yəni, hər informasiyanı toplamaq... Beynəlxalq təcrübə necədir? Bax, bu statistika ilə əlaqədar. Beynəlxalq təcrübədə əlbəttə bələdiyyələrin özlərinin, belə deyək, statistik məlumatlar bazası formalaşıb, belə bir sistem formalaşıb ki, orada hər hansı bir məsələ ilə bağlı informasiyanı əldə etməmək mümkün deyil. Yəni, ən xırda, belə deyək, fəaliyyət istiqamətindən tutmuş böyük həzmli, belə deyək, layihələrin icrasına qədər. O baxımdan bizdə nəinki bələdiyyə statistikası, eyni zamanda biz indikatorlar üzrə məlumatları toplayanda statistik orqanların özündə də bir sıra informasiyaları əldə etməkdə çətinlik çəkirik. Məsələn, bizdə tutaq ki, belə bir indikator var idi ekoloji blokla bağlı, egzogen geoloji proseslərə məruz qalmış torpaqlarla bağlı və yaxud da radioaktiv zəhərlənməyə məruz qalmış torpaqlarla bağlı. Məsələn, bu informasiyaları toplamaqda bələdiyyələr, ümumiyyətlə bu informasiyalar bələdiyyələrdə yoxdur. Onlar da statistika qurumlarından, digər qurumlardan bu informasiyanı almaqda çətinlik çəkirdilər. Yəni, İndi bu deyək ki, spesifik bir sahədir, amma əsas göstəricilər, Tahir müəllim də təsdiqlədi ki, bu sahədə deyək ki, çox az məlumatlar yığılır. Mən bir şey deyim ona bağlı. Yəni, statistika müəyyən informasiyaları toplayır. Ona görə də illik statistik məlumat verir, hesabat verir. O, yalnız bir sıra, belə deyək, məlumatlarla kifayətlənir. Bələdiyyənin büdcə gəlirləri, büdcə xərcləri və s. Nəyə əlavə etmək yaxşı olar? Orada kifayət qədər, yəni... Bilirsiniz, indi bunlar geniş təhlillər aparırlar və bu söhbətdən biz bir daha bilirik və artıq dərk edirik ki, bələdiyyə böyük institutdur. Çox böyük institutdur və bütün ölkəni, ərazinə əhatə eləyir bu. Bəzilərinə bu xırda görünür, düzü bələdiyyəçilik deyəndə deyirlər ki, hansısa bir kənd bələdiyyəsi yaxşı işləmədi, hansısa
bu işi görmədi. Ancaq biz indi məlumatları belə təhlil eləyəndə, faktları təhlil eləyəndə görürük ki, bu institut bütün ölkəni əhatə eləyir və bütün ən xırda yaşayış məntəqələrində bələdiyyələrin təsiri var. Bələdiyyələrin yeri görünür. O baxımdan bu qiymətləndirmə prosesi də elə bilirəm ölkəni əhatə eləməlidir. Ölkəni də əhatə eləyir bu. Əgər bugün bələdiyyələrin fəaliyyəti qiymətləndirilirsə, ayrı-ayrı sahələr üzrə dediyi kimi indikator yaradılırsa, onlar buna təhlil verirsə, bu ancaq bir hardasa bir zonanı bütün respublikaya şamil olunur və respublikada fəaliyyət göstərilən bələdiyyələr haqqında belə bir müfəssəl məlumat verir ki, doğrudan da ölkədə bələdiyyələrin fəaliyyətinin səviyyəsi hansı dərəcədədir? Ayrı-ayrı sahələr üzrə bələdiyyələr nə görür? Ta ki, bələdiyyələrin özlərinin qanununda bütün bu sahələr var. Ekologiya sahəsi var, sosial var, əhaliyə biyahları xanım çox yaxşı qeyd elədi ki, əlillərdir, kimsəsizlərdir, bunlara bələdiyyələrin özlərinin xidməti olmalıdır. Ekoloji tarazlığın təmin olmasında bələdiyyələrin rolu olmalıdır. Digər bir çox mühüm tədbirlər var ki, burada bələdiyyələrin özlərinin fəaliyyətçisi olmalıdır və bu da ona xidmət eləyir, bu qiymətləndirmə də ona xidmət eləyir. Ona görə də bunlar geniş maştabda götürüblər bunu. Çox geniş maştabda götürüblər ki, bələdiyyə fəaliyyətinin bütün sahələrini bunlar əhatə eləsinlər. O baxımdan bu qiymətlidir. Amma bələdiyyə statistikası, məsələn, o müəyyən bunun maliyyə bazası ilə əsasən onlar o xərclənmədir, nədir, bunlar haqqında statistik məlumatlar verirlər. Və yaxşı olar ki, bələdiyyələrin özlərində bax, bu məlumatlar toplanılsın. Bunların özləri bunun üçün maraqlı olsunlar bələdiyyələr ki, istənilən vaxtda bu məlumatı hər hansı bir informasiyonu ötürə bilsinlər. Çünki bugün elə vəziyyət yaranır ki, bir də görürsən hansı bir bələdiyyə, ölkə bələdiyyələri haqqında, məsələn, istəyirik ki, biz məlumat götürək ki, keçən il bələdiyyələr əmlak vergisi hansı formada yığıblar, nə qədər yığıblar, çətinlik çəkirik. Dəqiq məlumat yoxdur. Əsas, amma bu məlumat, sır məlumatı bu daha cahil olun. Nə ki, ekoloji tarazlıq, başqa məsələlər. Ancaq bütün bələdiyyələr bunun üçün maraqlı olmalıdır ki, bu bunun fəaliyyətinin əsasıdır. Ona görə də onun fəaliyyətinin əsasını təşkil edən bu amillər ki var, onun hamısı haqqında bələdiyyələrdə mən elə bilən məlumatlar olmalıdır və olmalıdır da. Çox sağ olun. Mən üzr istəyirəm, vaxtımız azalır sadəcə olaraq. Mən düşünürəm ki, tamaşaçılarımız üçün bir-iki sualda. Bax, bu siz 40-dan çox indikatorlar, göstəricilər təklif edirsiniz. Bunların qiymətləndirməsi müəyyən statistik məlumatların təşkilini də tələb edir. Yəni, sizin təkliflər paketinizdə, deyək ki, Statistika Komitəsinə, Milli Məclisə və ya deyək ki, hansısa Nazirlər Kabinetinə, bax, bu statistik məlumatların genişləndirilməsi ilə əlaqədar hansı təkliflər nəzərdə tutursunuz mu? Bu birinci sual. Və ikinci sual, bəlkə bu 40-dan çox indikatoru birdən-birə yox, mərhələlərlə, deyək ki, 2 il ərzində 5 indikator üzrə, amma bütün bələdiyyələr qiymətləndirilsin. Deyək ki, 4 ildən sonra 10 indikator. Çünki birdən-birə alınmayacaq. Və üçüncü sual, bir sualda, Abil müəllim, kim bu qiymətləndirməni aparmalıdır? Biz bu indikatorlar sistemini çox geniş şəkildə qərar qəbul edən orqanlarında iştirakı ilə müzakirə eləmişik və təklif eləmişik ki, yəni bu sistem ehkam deyil, orada müəyyən dəyişikliklər mümkündür, nə təkliflər varsa verilsin və əgər dövlət orqanları ehtiyac hiss edirlərsə, bu sistemdən istifadə eləsinlər. Məsələn, Ədliyyə Nazirliyi illik hesabatlar hazırlayır bələdiyyələrin fəaliyyəti ilə bağlı. Bunun özü də qiymətləndirmədir. Yəni qiymətləndirmənin nəticəsinə əsasən hazırlanan hesabatlardır və biz təklif edirik ki, bizim sistemdən sizə uyğun indikatorları varsa, ondan istifadə edib qiymətləndirmə. Cavab gəlib mi oradan sizə? Yox, hələ ki, konkret heç bir cavab yoxdur. Bundan əlavə, bu qiymətləndirməni başqa strukturlarda, assosiyalarda da apara bilərlər. Eyni zamanda, məsələn, parlamentin belə deyək, ekspertləri də bu qiymətləndirmədən istifadə edə bilərlər ki, qanunvericilikdə hansı dəyişiklikləri eləməyə ehtiyac var və s.
O ki qaldı onu hissə tətbiqi məsələsinə. Əlbəttə bizim ilkin variantı mən qeyd elədim ki, 100-dən artıq indikator var idi. Biz onu 46-ya indirdik ki, onları tətbiq eləmək mümkün olsun. Əlbəttə tamamilə mümkündür ki, hər hansı bir fəaliyyət istiqamətini qiymətləndirmək üçün bir neçə indikatordan istifadə etmək olar. Yəni bu mümkündür. O ki qaldı məlumat bazasının formalaşdırılması məsələsinə. Bizim Avrasiya Əməkdaşlıq Fondunun proqramı çərçivəsində əməkdaşlıq elədiyimiz bələdiyyələrdə bu aparılır. Yəni artıq belə bir informasiya bazası onlarda formalaşdırılır və onlar istədikləri vaxtı yəni bu bazadan istifadə edə bilərlər. Hansı institut bu işi siz Ədliyyə Nazirliyini qeyd etdiniz? Yəni Ədliyyə Nazirliyi mi bu qiymətləndirməni aparmalıdır dövlət institutu olaraq? Bütün ölkə miqyasında bu qiymətləndirmənin aparılması bələdiyyə assosiasiyalarının tərəfindən aparılsa məqsədə uyğun olar. Amma eyni zamanda təbii ki, Ədliyyə Nazirliyi də hesabatların hazırlanması prosesində bu qiymətləndirmədən istifadə edə bilər. Mən bir şey vurğulamaq istəyirəm ki, bugünkü gündə bu indikatorlar hazırlanıbdır və düşünmürəm ki, onları bölmək lazımdır hissəyə. Çünki bu indikatorlar tam bələdiyyənin fəaliyyətini, yəni qanuna uyğun olaraq əhatə eləyir. Və bugün hər hansı bələdiyyədə bu indikator olsa, mən düşünürəm ki, ilk öncə bələdiyyə özü o indikatordan istifadə etməlidir. Əgər o inkişaf etmək istəyir bir institut olaraq və öz işini daha səmərəli deməli qurmaq istəyir. Və seçicilərə də hər il bunu elan edə bilər ki, bax, hörmətli seçici. Bu indikator artıq bir vasitə rolu oynayacaq, bir pasport, bir sənəd rolu oynayacaq ki, istənilən bir qurum ona müraciət etdikdə, istənilən bir vətəndaş, istənilən bir QHT ona müraciət etdikdə, o artıq oradan o indikatordan istifadə eləyib, istənilən bir sualı cavablandıra bilər rahatlıqla və beləliklə həm statistik məlumatlar burada cəmləşir, həm fəaliyyətin özü, həm problemlər, həm nöqsanlar, həm də ki, gələcək perspektivlər. Çox sağ olun. Tahir müəllim, son söz olaraq. Hər bir təşkilatın, hər bir orqanın, eləcə də yerli özünü idarə etmə orqanlarının fəaliyyətinin qiymətləndirilməsi çox vacibdir. Çox sağ olun. Hörmətli tamaşaçılar, ümid edirəm ki, söhbətimiz sizin üçün maraqlı oldu. Hər halda biz çox istərdik ki, hamımız bu barədə düşünək və növbəti seçkilərə gəldikdə səs verdiyimiz zaman yəni bu qiymətləndirməni biz gözdən keçirək. Doğrudan da ötən müddətdə bizim hörmətli bələdiyyə üzvlərimiz yaxşı mı fəaliyyət göstəriblər, yoxsa yox? Mən hamımıza uğurlar arzu edirəm və Abil bəy, sizin bu işinizdə sizə uğurlar arzu edirəm. Arzu edirəm ki, doğrudan da bu axıra çatdırılsın. Çox yaxşı bir işdir. Tahir müəllim, bir daha sizə təşəkkürlər. Siz həmişə bizim verilişlərdə iştirak edirsiniz. Lüdmila xanım, təşəkkür edirəm. Hörmətli tamaşaçılar, yeni görüşlərə qədər sağ olun.